Sola kəsə bilirsən, keç sola. Bax, gördün necə keçdilər yolu, kadra düşmədi. Bax, hazırlaşır, keçməyə hazırlaşan piyada. Keçməyə hazırlaşanlar piyadalara bax. 1, 2, oradan yolumuzda keçən var. Bax, buradan gələn var. Bu tərəfdən keçdi. Bax, indi bax, burada keçdi. Azad sürətindən. Bax, burada piyadaların kesilməsi üçün yer deyil. Bax, uşaqla keçir, olmaz. 2 dənə körpü uşaqla keçir, qardaş, olmaz. Bax, bu körpü uşaqların günahı nədir? Bir dənə böyüyün səhvindən uşaqların da başını işləyər. Allah eləməsin. Get, davam elə. Dayanıb gözləyən, bax, qasa-qasa keçən qardaşlar, fikir versən, burada gözləyən. Saymadıq sayın, saysaq nə qədər çoxdur. Bax, qardaşa bax, birinci gəlir. Bax, 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 bax. Arzuza xanım. Bax, 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 bitmir ha. Bunlar olmaz. Yeraltı piyada keçisi var. Orada piyada keçisən keçmək lazımdır. Bu bir. Uşaqla keçən yenə. Keç sağ ola yavaş-yavaş. Bax, Allah göstərməsin. Bir qəza olsa, bir biz ortasa, bir piyada vurulması baş versə, tək o 2 nəfərin həyatı məhv olmur. Bax, dünyasını dəyişən piyada həyatı bitdi qutardı. O vuran sürücü gedir həbsə. Allah göstərməsin heç kimə. 2 nəfərin burada həyatı bədbaxt oldu mu? O dünyasını dəyişən atası var, anası var, ailəsi var, uşağı var. Neçə nəfərin gözü yaşlı qalır. Eyni zamanda sürücünün də ailəsi, uşağı, atası, anası, bacısı, qardaşının gözü yaşlı qalır. Yəni, ona görə də əziz dostlar, əziz yoldaşlar, hamımız öz məsuliyyətimizi düzgün dəyişdirməliyik. Çalışaq piyada keçidlərindən keçək. Piyada keçisi olmayan yerdən keçməyək, get biraz artır. Və piyada keçisi olmayan yerdən keçmək olar hansı hallarda? Yolu düz-bucaq şəklində keçmək lazımdır. Avtomobil gəlmirsə keçmək lazımdır. Amma avtomobil gələ-gələ atılmaq lazım deyil yola. Yəni, dediyim kimi də, yəni, Allah göstərməsin, qəza olanda artıq peşmansının faydası yoxdur. Sən sudan qaranlıq vaxtı piyadalardan özünü qoru. Maksimum şəkildə. Bax, görürsən ki, qapqaranlıq yerdir. Burada işıqlıq var biraz. Elə yollar var ki, qaranlıqda, işıq da yoxdur. Piyada keçisi olmayan yerdən qapqara paltada piyadaçı insan qarşılasan, qəflətən. Ona görə diqqətli olmalısın. Gördün nə qədər piyada keçdi, piyada keçisi olmayan yerdən. Tələsmirik. İndi çəkiliş dayandırıram, amma dərsimiz davam edir.